İlham Əliyevin necə bir diktator olduğu barədə hər hansı söz demək artıq heç kim üçün yenilik kimi görünmür. Vaxtilə Fransada bir jurnalist İlham Əliyevi diktator adlandırdığı üçün həmin jurnalistə qarşı məhkəmədə iddia qaldırdı və heç nəyə də nail olmadılar. Əgər o gündən başlayaraq İlham bu adıyla barışmışdısa, indi diktator olduğunu gizlətmir, əksinə hər fürsət düşəndə nümayiş etdirir. Hərçənd ki, hakimiyyətin tarix təcrübəsində bu cür nümayişlər indiyə qədərki diktatorların hakimiyyətlərinin son dövrünə aid olsa da, görünür ki, İlham Əliyev də öz hakimiyyətinin son dövrünü yaşadığının fərqindədir. Elimizdə belə bir kəlam var, ya əcəllə, ya da əməllə. İlham Əliyevin yaş göstəricisi onun təbii əcəli üçün erkən görünür, amma səhhəti barədə hər hansı dəqiq bilgimiz yoxdur deyə erkən əcəl barədə nəsə demək düzgün olmazdı. Amma tarix təcrübəsində diktatorların məhz hansısa əməllə, yəni kənar müdaxilə metodları ilə hakimiyyətdən rədd edilməsinə dair çoxlu sayda faktları açıq internet, rahat Google, əlçatan süni intellekt və kütləvi smartfon dövründə az qala məktəbli yaşda olanlar da o cümlədən İlham Əliyevin nəvələri də bilir. Bu ailə yaxşı bilir ki, İlham Əliyevin Yaxın Şərq və Mərkəzi Asiya ölkələrindəki diktator həmkarlarının mümkün uzun hakimiyyəti xalqın boğaza yığıldığı qəfil bir anda kütləvi üsyan yolu ilə sona çatıb və hətta bəziləri üsyan anında ölkədən qaçıb canını qurtara bilsələr də uğurladıkları qənimətlərini xaricdə də yiyə bilmək onlara qismət olmayıb. Zülm verdikləri həm yerliləri bir qədər gec olsa da xaricdə belə onları son günlərinə çatdırıblar. Qərb ölkələrində isə diktator xislətli şəxslər hələ avtoritarlığını ilk göstərdiyi andaca ya impeachment yolu ilə ya da növbəti seçki yolu ilə vəzifədən uzaqlaşdırılır və dərhal məhkəmələrdə sürünürlər. Görünür ki, bu tarixi faktları İlham Əliyev artıq özü üçün qaçılmaz hesab edir və ailəliklə Azərbaycan xalqının boğaza yığıldığı həmin anı səbirsizliklə gözləyirlər. Amma bugünkü mövzumuz nə İlham Əliyevin ailəliklə və səbirsizliklə öz hakimiyyətinin devriləcəyi an barədədir, nə də ki, Azərbaycan xalqının boğaza yığıldığı həmin pik hadisə barədədir. Mövzumuz hakimiyyətdə Azərbaycan xalqına qarşı planlaşdırılan zülmün mənbələrini və qaynaqlarını açıqlamaqdan ibarətdir. Odur ki, bu videonu izləyə-izləyə kanalımıza abunə olun, videonun özünü və videonun altındakı şərhləri bəyənin və paylaşın ki, eşitdiklərinizi kimlərəsə təkrar danışmağınıza ehtiyac qalmasın. YouTube platforması bu videonu daha çox adama avtomatik göndərə bilsin. Ötən həftə Avropada səfərdə olan keçmiş məmur tanışımla Fransada rastlaşmışdım. Uzun uzadı xarici geosiyasi hadisələrdən danışa-danışa nəhayət ki, keçdiyi Azərbaycandakı hadisələrə hər ikimiz də həmyaşıd, aşağı-yuxarı həmyaşıd olduğumuz üçün tanışımdan ölkə daxili müzakirə zamanı bəzi qeydləri götürmək istədiyimi bildirdim. Çünki həm hakimiyyətin düz ortasında yetərincə səmimi şəxsi əlaqələri olan, həm də mənimlə ta cavanlıq zamanlardan səmimi yoldaşlığı olan adamdır. Söhbət zamanı çoxlu ilginc insight məlumatların olacağına əmin idim. Təvazökarlıqdan uzaq olsun, nə qədər peşəkar jurnalist olsam da söhbət dövründə bəzi vacib məlumatları unutmaq riskini nəzərə alırdım. Nələr dedi həmin səmimi tanışım? Daha rahat olsun deyə Əliyev hakimiyyətinin hazırki davranışını müqayisəli təsəvvür kimi deyim. Təsəvvür edin ki, ölkələr arası avtoban, beynəlxalq magistral yol yaxud highway, yəni yüksək sürətli, kəsikməsiz yol adlandırdığımız ana yolda sürət həddini çox aşan bir məsuliyyətsiz sürücü hərəkət edir. Bu cür sürətli idarə etmə ətrafda olanların, o cümlədən də polislərin diqqətindən kənarda qalmır. Bunu izləyən polislər bilirlər ki, yol hərəkəti qaydalarını bilərəkdən, davamlı şəkildə və həyasızcasına pozan sürücünü buna vadar edən iki səbəb var. İri məbləğli oğurluq etmək ya da hansısa uyuşturucu maddənin təsiri altında olmaq. Onu da bilirlər ki, hərəkət sürətini çox yüksəldən sürücü heç zaman yolun hansısa hissəsində dayanıb təslim olası deyil. Bax, İlham Əliyevin hazırki davranışı da həmin sürücü ilə eynidir.
O yaxşı bilir ki, hakimiyyəti dövründə Azərbaycan xalqına qarşı o qədər silsilə yalanlar danışıb, davamlı məsuliyyətsizliklər edib ki, onun bu gün hər hansı səmimi etirafı və ya üzr sözü artıq qəbul edilən də deyil, ona görə də bunun əvəzində xalqa zülmü yalnız artırmağa məcburdur. İlham Əliyev dərk edir ki, o bu zülmü yalnız xalqın kütləvi ayağa qalxdığı ana qədər davam etdirə biləsidir. Bu səbəbdən qanunlarda az qala hər şeyə görə cərimələr tətbiq etdirir. Əvvəllər gizli yollarla və kiçik məbləğlərlə etdirdiyi uğurluqları indi aşkar şəkildə və tağlan formasında elətdirir. Bu məcburi davranışın elmi adı ədalət sonluğuna yaxınlaşmaq vahiməsidir. Ramiz Mehdiyevin dövründə bütün icra hakimiyyəti başçılarına nazir vəzifəsində və ya bu vəzifəyə bərabər olan vəzifələrdə oturanlara göstəriş verilmişdi ki, hər biriniz öz inzibati ərazinizdə özünüzü İlham Əliyev kimi hiss edin və onun elədikləri hərəkətləri kopyalayın. Amma sizi kim tərəfindən təyin edildiyinizi hər zaman hiss etmək üçün kabinet divarında başınızın üstündə Heydərin və İlhamın çox iri portretlərini asın, masanızın üstündə də sol tərəfdə İlhamın şəklini qoyun. İlham Əliyev isə yerli mediadakı az qala hər cür müsahibəsində xalqa səmimi müraciət edir ki, mənə siqnal verin. Və çoxları hələ də dərk etmir ki, bir-birinə daban-dabana ziddiyyətli olan həmin göstəriş və müraciət əslində Əliyevlərin vahid nəzarət sisteminin elementləridir. Baxın, yüksək vəzifəli şəxslərə İlhamın davranışlarının kopyalanması o demək deyil ki, onlar İlham Əliyevin televiziyada göstərilən hərəkətlərini təkrarlamalıdırlar. Bu, məntiqsiz olardı. Ramiz Mehdiyevin o vaxtki təlimatı ilə deyilirdi ki, çəkiliş kamerası olmayan iclas və ya fərdi qəbul zamanı İlham Əliyev öz təyinatlarını necə söyürsə, təpikləyirsə, şillələyirsə, döyürsə, sizlər də öz idarələrinizdə təyin etdiklərinizə qarşı oxşar davranışlar göstərin. İlham Əliyev büdcəni necə talayırsa, siz də büdcəni eyni cür talayın. Yeri gəlmişkən indiki yeni icra hakimiyyəti başçılarına və nazirlərə analoji təlimatı onların prezident aparatındakı kurator təqdimatçıları olan şöbə rəisləri ya da prezident köməkçiləri verirlər. Xalqdan siqnal gözlənilməsi barədə müraciətin səbəbi isə tam fərqlidir. Yəni, İlham Əliyev rayon və kəndlərdə xalqın hansı zülmlə üzləşdiyini hakimiyyəti zəbt etdiyi ilk gündən eşitmək istəmir və heç eşitmir də. Onun bu müraciətinin məqsədlərindən biri inzibati rayonlarda şikayət edilən mövzuların növlərini və bu problemin dərəcəsini dəqiqləşdirməkdir. Yəni, prezident aparatında şikayətləri yığan şöbə bu cür müraciətlər hesabına hansı problemin hansı rayonda olduğunu və nə səviyyədə olduğunu sadəcə qeydə alır. Prezident aparatı bu müraciətlərin müntəzəm edilməsi sayəsində şikayət edənlər arasında kimlərin israrlı olduğunu müəyyən edib, sayca fərqlənənləri elə həmin rayon polisinin nəzarətinə tapşırırlar. Yəqin ki, şikayətçilər arasında sonradan şərlənərək həbs edilənlər barəsində məlumatları çoxlarınız da eşitmisiniz. Aparatda bunun adı Azərbaycanın şikayət xəritəsi adlanır. Bu xəritənin hazırlanmasına məşhur Quba İsmayıllı Gəncə hadisələrindən sonra xüsusi diqqət yetirilir. Yəni, indi eyni növdən olan şikayətçilərin sayı artan kimi ora hansısa nazir və ya digər şəxs göndərilir, şikayətçilər dinlənilir və problemin aradan qaldırılmasına sadəcə vəd verilir. Bununla da şikayətçilər sadəcə müvəqqəti sakitləşdirilmiş olurlar, amma problem həll edilmir. Bu cür siqnal müraciətlərinin ikinci əsas məqsədi isə şəxsən İlham Əliyev üçün sınaq materialı toplamağa xidmət edir. Bu siqnallarda məbləğ göstəricisi olanda artıq ikinci məqsəd işə düşür. Heç kimə sir deyil ki, Əliyev Paşayev komandasının bütün oğurluq, rüşvət və korrupsiya pulları heç də pərakəndə şəkildə yığılmır, ciddi haqq hesab üzərində qurulub. Buna ümumi şəkildə desək, Paşa Holdingin xüsusi maliyyə qrupu nəzarət edir və hər məbləğ qəpik dəqiqliyi ilə, hər müddət isə saniyə dəqiqliyi ilə nəzarət altındadır. Ölkənin bank sistemi və dövlət xəzinədarlığı bu ailənin əlində olduğuna görə nağd şəkildə toplanan rüşvət, büdcə oğurluqları
ailəyə məxsus bankların inkassator maşınları vasitəsilə, nağdsız pullar isə Heydər Əliyev fondunun qanunsuz xəzinə hesabından ailənin bankları vasitəsilə vahid istiqamətdə toplanır. Yəni, xalq hansısa məmurun büdcə uğurluğu və ya rüşvət alması barədə şikayət edəndə, şikayətdə qeyd edilən məbləğ Əliyev, Paşayevlərin haqqı hesabındakı qeydlərlə tutuşdurulur. Əgər məbləğlər düzgün olursa, bu zaman həmin siqnala sadəcə milçək vızıltısı kimi əhəmiyyət verilir. Əgər məbləğlər fərqli olarsa, bu zaman həmin siqnal Əliyev hakimiyyətinə qarşı xəyanət kimi qiymətləndirilir və dərhal həmin məmura qarşı tədbir gördürülür. Təqsirkar İlhamın təyin etdiyi şəxs isə bu cəzalandırmaya DTX işçiləri, təqsirkar xırda məmurdursa cəzalandırmaya adi prokurorluq işçiləri cəlb edilir. Qısası, xalqın siqnal şikayətləri eləcə xalqın özündə qalır. Çünki rüşvət və büdcə uğurluğu barədə xalqın şikayətlərindəki məbləğləri dövlət büdcəsinə geri ödətdirmə hadisəsi olsaydı, o zaman hər il təsdiq edilən dövlət büdcəsində yeni bir gəlir mənbəyi sətri, büdcə uğurluğunun xəzinəyə geri qaytarılması adlı sətir əlavə edilərdi və bu sətrin proqnozlaşdırılan məbləği elə illik büdcə qədər olardı. Bütün bunlar o deməkdir ki, siz hansısa rayonun icra hakimiyyəti başçısından yaxud hansısa nazirdən və ya nazirliyin şəhər, rayon və kənd şöbəsinin rəisindən şikayət edəndə, orada narazı qaldığını deyən adamın adı və soyadı nə olursa olsun, onun davranışları İlham Əliyevin davranışlarının kopyasıdır. Və sizə problem yaradan həmin şəxs İlham Əliyevin birbaşa tapşırığı ilə o narazılığı və ya problemi yaradır. O zaman özünüz də düşünün, sifəti fərqli görünən İlham Əliyevdən orijinal İlham Əliyevə şikayət edəndə sizin şikayətiniz həll edilə bilərmi? Məgər sizə elə sizin özünüzdən şikayət edilsə, hansı reaksiyanı verəcəksiniz? Təbii ki, ən yaxşı halda sakitcə gülümsəyəcəksiniz. Əmin olun ki, orijinal İlham Əliyev də sizin şikayətlərinizi eşidəndə eyni cür gülümsəyir və əhəmiyyət vermir. Buna əyani misalla göstərim. Keçən ilin sonunda növbəti adi mövsümi yağış yağanda paytaxt su altında qalan kimi İlham Əliyev təcili iclas keçirdi və məsul vəzifəliləri çəkiliş kamerası qarşısında dinlədi. Məsul şəxslər də prezentasiya ilə həyasızcasına məruzə elədilər ki, rayonlarda iş yeri olmadığına görə rayon əhalisi paytaxt tərəfə axışıb, bu isə paytaxt və paytaxt ətrafında yaşayış yerlərinə tələbatı artırıb. Bu tələbatı qarşılamaq üçün isə paytaxtda sizin hakimiyyətiniz dövründə köhnə az mərtəbəli binaların yerində çoxlu sayda çox mərtəbəli bina kompleksləri tikilib, amma kanalizasiya xəttləri uyğunlaşdırılmayıb və yenilənməyib. Daha sonra Formula 1 yarışlarından ötəri paytaxtın mərkəzindəki bütün kanalizasiya qapaqlarının üzərindən qalın asfalt çəkilib ki, sürət maşınları yaxşı manevr edə bilsin. Eyni zamanda paytaxt ətrafında adətən yağıntı mövsümündə suyun axdığı kiçik göl və bataqlıq əraziləri karyerlərdən gətirilən daş qırıntıları ilə doldurulmaqla qurudulub ki, orada rüşvət hesabına qanunsuz mülklər, evlər tikdirilməsinə icazə verilsin. Bir də ki, sizin tapşırığınıza əsasən Xəzər sahilindəki iqamətgahınızın təhlükəsizliyi üçün həmin iqamətgaha qonşu olan və bütün qum sahilləri boyunca hündür hasarlar çəkdirilib və hasarların arxa tərəfində yüksək vəzifəli şəxslərə mülklər tikdirilib. Bu səbəblərdən də mövsümdə adi yağış yağanda bu yağış suyunu paytaxtın mərkəzində qəbul edə bilən lazımi kanalizasiya xəttləri yoxdur. Eyni zamanda paytaxt ətrafında adətən yağış sularının axdığı çökəklik yerdəki kiçik göl və bataqlıqlar asfaltla örtülüb, Xəzər sahili qumluqlar isə hasarlarla örtülüb deyə yağış suları torpağa hopa bilmir. Qeyd edim ki, bu rəsmi məruzədən sonra İlham Əliyev başda olmaqla bütün iclas iştirakçıları dərhal prokurorluq vasitəsilə birbaşa məhkəmə qarşısına çıxarılmalıydı. Çünki bu məruzə cinayət qanununa görə rəsmi etiraf idi. İlham Əliyev də dərk elədi ki, qanunsuz mülk tikilmələrinə və hündür mərtəbəli binaların rəsmi sənədlərinin icazəsinə görə rüşvətlər ailəyə çatıb,
Formula 1 üçün neft fondundan ayrılan gəlirlər ailəyə gəlir. Xəzər sahili boyu hündür hasarlı mülklərdə isə heç kim yaşamasa da ailənin təhlükəsizliyi təmin edilir. Elə bu səbəbdən də sonuncu adi yağış yağanda Bakı sakinləri 10 gün çirkab suyun altında yaşamağa məcbur olanda İlham Əliyevin o cümlədən də heç bir yüksək məhsul vəzifəlinin vecinə olmadı. Əksinə İlham Əliyev səviyyəsində hansısa reaksiyanın olması təəccüb doğurardı. İndi məntiqli ritorik sual da yerinə düşür ki, mülkləri su altında qalan şəxslərin həmin problemləri aradan qaldırıldımı ki, sosial şəbəkələrdə onların paylaşımları davam etmiş. Axı, paytaxtın və paytaxt ətrafının sakinləri də aydın gördülər ki, İlham Əliyev və onun birbaşa yüksək məhsul vəzifəli şəxsləri bu problemləri və zərərləri görə-görə, eşidə-eşidə, bilə-bilə həmin paylaşımlara və istinadlara əhəmiyyət vermirlər. Həm də yerli media baş nazir Əli Əsədovun bu vəzifəyə təyin edildiyindən əvvəlki və baş nazir olandan sonraki dövrlərdə məşğul olduğu büdcə uğurluğu hesabına əldə etdiyi əsasən Azərbaycan ərazisindəki bizneslərinin və mülklərinin siyahılarını tutuşturmaqla məşğuldur. Bu xəbərlərdə yeganə yenilik odur ki, ilk dəfədir şəxs vəzifədə qaldığı halda onun uğurluğu media vasitəsilə tirajlanır, həm də çox yüksək vəzifədə. Bu, həyasızlıq baxımından bir ilkdir. İndiyə qədərki analoji şou təqdimatlarında DTX işçiləri hansısa yüksək vəzifəli şəxsin uğurluğu haqqında məxfi, mötəbər mənbə məlumatı sayəsində xüsusi əməliyyat təşkil edirdi. Sonra həmin quldur məmuru həbs edib onun uğurladıqlarını siyahı kimi təqdim edirdilər. İndi isə 2 həftəyə yaxındır baş nazirin uğurluq siyahısı açıq mediada müzakirə edilir və bu cinayət sübutları nəinki DTX-nı heç baş prokurorluq orqanı da yerindən tərpətmir. Sosial şəbəkələrdə isə sadə adamlar məzənəlilər ki, yəqin DTX-nın kameraman işçisi məzuniyyətdədir. Bu, onu göstərir ki, Əli Əsədov peşəkar büdcə uğrusu və iri korrupsioner olsa da İlham Əliyev komandasının ən sədaqətli şərik kadrıdır və onun xaricə daşıdığı pullar hesabına çox saylı biznes və mülkləri bu ailəyə təhvil verilməyənə kimi onun vəzifədən tələsik uzaqlaşdırılması mümkünsüzdür. Amma prezident tərəfindən təyin edilə bilən baş nazir postunun qəfləti boşaldılması heç də Əli Əsədovun şəxsi fəaliyyəti və ya fəaliyyətsizliyi ilə bağlı deyil. Baxın, bu ölkədə bütün müstəqil jurnalistlər, siyasi fəallar, həqiqi müxalifətçilər və müstəqil hüquq müdafiəçiləri qrup şəklində şərlənərək həbs edilir, rəsmi dövlət hesabatları uzun müddət gizlədilir, ortalıqda olanlar da açıq şəkildə saxtalaşdırılır, amma yeganə sahə var ki, Əliyev hakimiyyəti bu sahədə tam şəffaflığı həmişə təmin edir. Bu, korrupsiya sahəsidir. Bugün istənilən sıravi və zəif oxuyan məktəbli də bilir ki, onun valideynləri kimlərə, nə üçün və nə qədər rüşvət verir. Çünki bu, Əliyevlərin marağı naminə 33 ildir ki, hər yerdə təbliğ edilir. Deməli, baş nazir postunun boşaldılması hansısa Əli Əsədovun qurban verilməsi üçün deyil. Bu, post Əliyev ailəsinin özü üçün lazımdır. İlhamın hakimiyyət planının bir vacib elementidir. Bu vəzifənin əhəmiyyətsizliyini isə İlham Əliyev öz təcrübəsindən daha yaxşı bilir. Onun prezidentlik kreslosuna hoppanmağı məhz həmin baş nazir kreslosunun katapultu ilə mümkün olmuşdu. Gəlin birlikdə xatırlamağa çalışaq, son bir ildə baş nazirin hansı sərəncamı yadda qalıb? Hər kəsin cavabı eyni olacaq. Hər rübdə bir dəfə sərhədlərin bağlanmasının növbəti son tarixi haqqında hazır sərəncam. Yəqin ki, Milli Məclisdə baş nazirin ilk və son çıxışı zamanı İlham Əliyevin adını çəkərkən onun soyadını Dəliyev deməsini də hər kəs yaxşı xatırlayır. Üstəgəl, artıq uzun müddətdir ki, bu post prezidenti əvəz edəcək vəzifə deyil, çünki bu səlahiyyət birinci vitse-prezidentdədir. Elə isə hər ay 17.000 manat maaş almaqla hansısa hazır sərəncamı rübdə bir dəfə imzalamaq üçün istənilən güvənli bacarıqsızı da o posta təyin etmək mümkündür. Yəni, Əli Əsədovu tutduğu vəzifədən azad edəndən sonra İlham Əliyevə 3 ayda bir dəfə işə çıxmaqla
sərhədlərin bağlanmasının növbəti son tarixi haqda cəmi bir ədəd hazır sərəncam imzalamaq üçün rübdə 51 min manat maaş almaq istəyən, bacarıqsız və hətta Azərbaycan dilində heç bir söz danışa bilməyən şəxs lazımdır ki, onu baş nazir təyin etsin. İlhamın ailəsində bu cür fərqləndirici xüsusiyyətlərə sahib olan bacarıqsız və ağılsızların sayı elə ailə üzvlərinin sayı qədərdir. O zaman boşaldılması nəzərdə tutulan baş nazir postuna yeganə namizəd proqnozu İlham Əliyevin keçən ildən başlayaraq PR etməyə başladığı 3 şəxs, oğlu Heydər, qızı Leyla və gəlini Alyona üzərində ola bilər. Doğrudur, Emin və Mehman Hüseynov qardaşları Avropadan hansısa məxfi şəxslərin vasitəsilə Bala Heydər Əliyevin dövlət xidmətindəki məsuliyyətsizliyi və özünü idarə edə bilməməsi, onun həyat yoldaşı Odessa sakini Alyona Qonçar Əliyevanın qərb və Azərbaycan dilində anlamadığını, Leyla Əliyevanın anormal və qeyri-adekvat davranış sərgiləməsi və anlayışılmayan danışıq tərzi barədə ardıcıl ifşa araşdırma materialları paylaşdılar. Bununla da İlham, Mehriban Əliyevlərin təbliğat xərclərini bir qədər artırmaqla planlarını ləngitməyə səbəb oldular. Amma fakt odur ki, yeni baş nazirin təyinatı İlham Əliyevin əlindədir. Hətta Əli Əsədovun işdən çıxarılıb İlham Əliyevin ailə üzvlərindən birinin həmin vəzifəyə təyin edilməsi barədə rəsmi sərəncamın bugünkü qeyri-müstəqil yerli media vasitəsilə səsləndirilməməsi də mümkündür. Yəni, Nazirlər Kabinetinin növbəti rüblük iclaslarının birində Mehriban Əliyevanın böyründəki kresloda Əliyev ailəsinin üzvlərindən birinin, Bala Heydərin, Leylanın və ya gəlin Alyonanın oturmasını çəkiliş kameraları ilə göstərə bilərlər ki, artıq xeyli müddətdir bu şəxslər baş nazir imiş. Çünki İlham Əliyev bu xalqa və onun fikirlərinə heç zaman əhəmiyyət verməyib və vermir. Bu cür şou iclaslarda İlham Əliyev öz yeni təyinatına xalqın ən qayğılı problemi ilə bağlı göstəriş verə bilər. Həmin yeni baş nazir də həmin problemi qısa zamanda aradan qaldırdıqdan sonra problemi həll edilmiş çox saylı sakinlərdən alqış dolu təşəkkürnamələr növbəti şou seriyalarına çevrilə bilər. Çox qısa zamanda isə bacarıqsız bir şəxsin prezident vəzifəsindən keçirilməsi də mümkün ola bilər. Misal üçün, Xəzər qonşumuzdakı Türkmenistanda bacarıqsız oğul prezidentdir, atası isə parlament sədridir. Beynəlxalq görüşlərə istəyəndə atası gedir, istəməyəndə oğlunu göndərir. Yaxud xaricdən rəsmi səfərə gələnləri də istəyəndə atası qarşılayıb qəbul edir, istəməyəndə oğlunu göndərir. Bütün hallarda bu bir məyus edici proqnozdur və gerçəkləşməmiş fərziyyədir. Bu proqnozların ümumiyyətlə baş verməməsi və İlham Əliyevin özünün hakimiyyəti itirmək vahiməsini gerçəkləşdirmək isə Azərbaycan xalqının hər an göstərə biləcəyi kiçicik iradəsinə bağlıdır. İlham Əliyev və onun ailəsi hər an Azərbaycan xalqının hərəkətlərini gözləyir.